Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Məni Instagramdan izləyə bilərsiniz və ödənişli dərslər üçün müraciət edə bilərsiniz. Bugünkü dərsimizdə biz Osmanlı dövləti haqqında danışacağıq. 16-cı əsrə qədər olan dövründən bəhs edəcəyik. Osmanlı dövlətinin yaranmasına qədər hələ Anadoluda artıq türklər yerləşmişdilər. Yadınızdadırsa biz Səlcuqlular mövzusunda danışmışdıq ki, Malazgirt döyüşündə Alparslan qalib gəlir Bizanslılara və türklərin Anadoluda möhkəmlənməsinə səbəb olur. Ondan sonraki dövrlərdə də yenə də Monqol hücumları, Teymurun hücumları dövründə də türk tayfaları Azərbaycan ərazilərində, Anadolu ərazilərində möhkəmlənirlər, daha çox yerləşməyə başlayırlar. Və Böyük Səlcuq İmperatorluğu dövləti dağıldıqdan sonra parçalanır, bilirsiniz. Səlcuqlu dərsində danışmışdıq. Anadoluda da Anadolu Səlcuqlu dövləti yaranmışdı. Onun paytaxtı Konya şəhəri idi və başqa adı ilə Konya Sultanlığı da adlanırdı həmin dövrdə. Bütün bu köçlər zamanı, yəni Oğuz tayfalarının qərb ərazilərə köçləri zamanı bu tayfalardan biri də Qayılar idi və bu tayfalara həmin dövrdə ilk köçləri zamanı Süleyman Şah başçılıq edirdi. Onun da oğlu Ərtuğrul idi. Onlar burada Rum Anadolu Səlcuq Sultanlığı ilə birləşirlər, onlarla danışırlar və onlara bir uc bəyliyi verilir. Həmin uc bəyliyində Söyüd adlı qışlaqlar və Domaniçi adlı yaylaq yeri onlara verilir. Bunun qarşılığında isə Bizansla döyüşlərdə Qayılar sultanlığa kömək etməli idilər. Sonradan 1302-ci ildə artıq Qayıların bəyi Osman bəyin dövründə müstəqil olurlar Osmanlılar. Burada yeni yaradılan müsəlman türk dövləti Osman bəyin adı ilə Osmanlı adlanmağa başlayır və Osman bəy də dövləti 1302-1326-cı illərdə davam etdirmiş, yəni onun hakimi olmuşdu. O həmin dövrdə dövlətin paytaxtı Söyüd şəhəri olmuşdu və Osman həmin dövrdə sənətkarlara və xristian əhaliyə yaxşı münasibət bəsləyir. Bu da onun şəxsi nüfuzunun artmasına səbəb oldu. Onun güclənməsi nəticəsində də qonşu Bizans feodalları ona qarşı birlik yaradırlar. Bu zamanda Osman Qazi Bursanı mühasirəyə alır. Bursa şəhərinin tutulması düz 12 il çəkir. Çünki 12 illik bir mühasirə davam edir və şəhər tutulmadan öncə Osman Qazi vəfat edir. Onun işini də oğlu Orxan Qazi davam etdirir və Bursanı fəth edir. Bundan sonra Bursa Osmanlıların paytaxtı olur. Orxan Qazinin dövründə 1326-1362-ci illərdə yaşamışdı. Bursanı fəth edir və paytaxtı Söyüddən Bursaya köçürür. Dövlətin ərazisini genişləndirir. Maltepe döyüşündə Bizans qoşununa qalib gəlir. Məhz onun dövründə Osmanlının ilk donanma mərkəzi İzmit şəhəri olur. Osmanlının ərazisi inzibati baxımdan paşalıqlara və sancaqlılara bölünür. 1354-cü ildə də Balkanlara hücum üçün böyük əhəmiyyətə malik olan Gelibolu qalası fəth olunur. Ondan sonra hakimiyyətə 1-ci Murad gəlir. 1362-1389-cu illərdə hakimiyyətdə olub. O da ilk dəfə sultan titulunu qəbul edib. Ona qədər hökmdarlar qazi tituluna malik idilər. 1-ci Murad sultan titulu qəbul edir. O Ədirnəni tutur və paytaxt yenə köçürülür Ədirnəyə. Burada diqqətin əsasən Balkanlara yönəldib və onun dövründə ən güclü dövlətlərdən olan Bolqarıstan asılı halına salınır. Burada paytaxtları yadda saxlasanız yaxşıdır. Əvvəl Söyüd olmuşdu, sonra Bursa, sonra Ədirnə olmuşdu, sonra yenə dəyişəcək. Amma ardıcıllığı yadda saxlasanız yaxşı olar. 1371-ci ildə Çirmən döyüşü baş verir və bu döyüşdə Balkan yarımadasına yiyələnməyə çalışan Serbiya kralını, qoşunu azsaylı Osmanlı ordusu tərəfindən darmadağın edilir. Serb əsgərlərinin çoxu da geri qaçır və çayda boğulurlar. Serblərin Çirməndəki məğlubiyyətin əvəzini çıxmaq üçün niyyəti də boşa çıxır. Onlar 1389-cu ildə Kosova döyüşündə ağır məğlubiyyətə uğradılırlar və bu döyüşdə 1-ci Murad öldürülür xaincəsinə. Ondan sonra hakimiyyətə də 1-ci Bəyazid gəlir. Eyni zamanda Sultan İldırım Bəyazid də adlanır. Onun dövrü 1389-1402-ci illərdə hakimiyyətdə olmuşdu. 1396-cı ildə Niqbolu döyüşü baş verir və burada Sərbçilərin Birləşmiş Qüvvələrini darmadağın edir. Bolqarıstanı tabe edir. Balkan yarımadasında Osmanlı mövqeyini gücləndirir. 1-ci İldırım əsasən Bəyazid İldırım əsas diqqətini Konstantinopolu tutmağa yönəltmişdir. Məqsədlə Konstantinopolun ətrafında xeyli istehkamlar tikir, qalalar inşa etdirir. Lakin onun niyyəti baş tutmur, çünki
şərqdən Əmir Teymurun hücumuna məruz qalır. 1402-ci ildə Ankara döyüşü baş verir və bu döyüşdə Əmir Teymur Osmanlını məğlub edir və Konstantinopol Osmanlılar tərəfindən işğalı gecikdirilir. Bu döyüşdən sonra Bəyazid də öldürülür və Osmanlı tarixində də müəyyən bir müddət durğunluq dövrü yaşanılır. Yalnızca 2-ci Məhmədin dövründə Sultan 2-ci Məhməd 1451-1481-ci illərdə hakimiyyətdə olmuşdu. Osmanlı dövləti yenə əvvəlki gücünü toplaya bilir və 1453-cü il mayın 29-da 2 aylıq mühasirədən sonra Konstantinopolun nəhayət ki fəth olunur türklər tərəfindən və şəhərin adı dəyişdirilir, İstanbul qoyulur və paytaxt İstanbula köçürülür. Bu qələbədən sonra 2-ci Məhməd Fatih ləqəbini alır və həm qərbdə, həm şərqdə geniş işğalçılıq müharibələri aparır. Qədim müqəddəs Sofiya kilsəsinə daxil olur, burada namaz qılır. Daha sonra Osmanlı dövləti dünyanın böyük dövlətlərinin birinə çevrilir onun dövründə. 1476-cı ildə də qanunlar toplusu yaradır, qanunnamə yaradır və burada dövlət məmurlarının vəzifələrini, torpaq mülkiyyət formalarını, məhkəmə quruculuğunu, dini icmaların hüquq və vəzifələrini müəyyənləşdirmişdi qanunamədə. Ondan sonra da hakimiyyətə 2-ci Bəyazid gəlir. Onu hələ sağlığında ikən Vəli ləqəbini almışdı, dost yoldaş mənasını verir. O öz mömin bir sultan olmuşdu. 1481-1512-ci illərdə hakimiyyətdə olmuşdu və 2-ci Bəyazidin əmri ilə İspaniyadan qovulan yəhudilərə, Osmanlılara sığınacaq vermişdilər və qonşu Səfəvilər dövləti ilə, Misir Məmlük sultanları ilə dostluq əlaqələri saxlanmışdı. Venesiyalılar üzərində də parlaq qələbələr qazanılmışdı. 2-ci Bəyaziddən sonra Osmanlı taxtına Sultan 1-ci Səlim çıxır. O da Yavuz Qəzəbli ləqəbini almışdı. 1-ci Səlim 1512-1520-ci illərdə hakimiyyətdə olmuşdu. Onun əsas hədəfi şərqdəki türk müsəlman dövlətləri olan Azərbaycan Səfəvilər dövləti və Misir Məmlük sultanlığı olmuşdu. Onlarla mübarizə aparmışdı. 1514-cü ildə Çaldıran döyüşündə Səfəvilərə qalib gəlir. Qızılbaşların hücumlarından çəkinmiş və Azərbaycanda möhkəmlənə bilməmişdi. Misir məmlükləri üzərinə də yürüş etmişdi. Dövlətin ərazisini Osmanlı dövlətinin tərkibinə qatmışdı. Özünü İslam dünyasının xəlifəsi elan etmişdi və Peyğəmbərdən qalan müqəddəs əmanətləri də İstanbula gətirtmişdi 1-ci Səlim. 1-ci Səlimdən sonra hakimiyyətə də möhtəşəm və qanuni adları ilə tanınan Sultan Süleyman gəlir. Sultan Süleyman 1520-1566-cı illərdə hakimiyyətdə olmuşdu və onun dövründə Avropaya istiqamətlənən yürüşlər həyata keçirilməyə başlanmışdı. Osmanlının əraziləri genişlənmişdi, Belqradı tutmuşdu. Daha sonra 1526-cı ildə Mohaç döyüşündə Macar-Çex qoşunlarını məğlub etmişdi. Osmanlı özünün qüdrətinin zirvəsinə çatmışdı onun dövründə. Osmanlılar Avropanın içərilərinə qədər irəliləmişlər. Şimali Afrikada xeyli ərazilər tutmuşdular. 1529-cu ilin payızında da Viyana mühasirəyə alınmışdı. Lakin hava şəraitinin əlverişsiz olması, əskərlərin yorulması və sair səbəblərdən geri çəkilməli olur. Viyananı tuta bilmir. 1533-cü ildə də Avstriya ilə sülh müqaviləsi bağlayır 1-ci Süleyman və bundan sonra da Səfəvilər üzərinə yürüşlər edir. Biz Səfəvilər dövlətinin tarixində danışanda orada videoda qeyd etmişdik ki, 4 dəfə Səfəvilər üzərinə yürüş edir. Orada hər dəfə Təhmasib ona qarşı yandırılmış torpaq taktikası istifadə edir və hər dəfə o Təbrizi tutur, lakin burada möhkəmlənə bilmir və geri çəkilməyə məcbur olur. Bu haqqında ətraflı Səfəvilər dövlət dərsimizdə danışmışıq. Şərqdə istədiyini əldə edə bilməyən 1-ci Süleyman bundan sonra yenidən diqqətini Avropaya fəthlərə yönəlir və Avstriyanın müqəddəs Roma İmperatorluğuna, İspaniyanı idarə edən Habsburqlara qarşı Fransa ilə ittifaqa girir. Fransa tacirlərinə imtiyazlı ticarət hüquqları verir Süleyman. 1566-cı ildə Avstriya üzərinə yürüşə başlayır 1-ci Süleyman və Zigetvar qalasının mühasirəsi zamanı vəfat edir. Lakin qalanı ələ keçirən Osmanlı ordusu da onu yerlə yeksan edirlər onun ölümündən sonra. 1-ci Süleymandan sonra hakimiyyətə 2-ci Səlim gəlir. 1566-1574-cü illərdə hakimiyyətdə olmuşdu. Osmanlı sultanlığının nüfuzu daha da artır. Portuqaliya işğalı altına düşmək istəməyən İndoneziya müsəlmanları xahişi ilə Osmanlı donanması 1569-cu ildə onlara kömək edirlər və xüsusi əhəmiyyətə malik olan Kipr adası fəth olunur 2-ci Səlimin dövründə. 16-cı əsrin 70-ci illərindən etibarən Osmanlı dövlətində müəyyən durğunluq dövrü başlanır.
Osmanlı dövlətinin tarixinin növbəti hadisələrində biz növbəti dərslərimizdə danışacağıq. Artıq ikinci hissədə bu haqda danışacağıq.